Başlayaq birincisi. Xəbər əsasında olan cümlələrdən birincisi hansı idi? Müəyyən şəxsli cümlələr. Müəyyən şəxsli cümlələr. Müəyyən şəxsli cümlələrdə açar sözlər nədir? Yəni, nə olmalıdır mütləq orada qaydalarda? Mütləq mübtəda olmalı. Mütləq mübtəda olmalıdır bu cümlələrdə. Olmalıdır. Sonra, mübtəda olmasa da xəbərdəki şəxs şəkilçisinə baxıb mübtəda bərpa oluna bilməli. Sonra indi nəyə diqqət edəcəyik burada? İki dənə qaydadır yəni. Deməli, nəyə diqqət edəcəyik bu cümlələrdə? Deməli, burada yazmışam ki, mübtəda bərpa olunmalıdır. Bu qaydada deyirəm ki, əgər xəbərdə, qaydanı yazdım, sonra nümunələr keçirəm. Əgər xəbərdə lar, iki variant, sonra san, iki variant, sonra və ikinci şəxsdə olan feil. İkinci şəxsdə olan feil varsa diqqətli olmaq lazımdır. Yəni, bunu onun üçün yazıram ki, ola bilər, olmaya da bilər müəyyən şəxsli cümlə. Bax, indi mən bunu ayrıca izah edəcəm. Bunlar deyil. Birincisi, ən rahat mütləq mübtəda olmalıdır. Cümləndə mübtəda varsa, o müəyyən şəxsli cümlədir. Qutarı getdi. Yəni, daha o işi çətinləşdirmək lazım deyil orada. Bu, ən rahatıdır, ən tez tapılandır. Sonra mübtəda olmayanda artıq biraz məsələlər çətinləşə bilir. Nəyə diqqət etmək lazımdır? San, sən olanda, lar, lər olanda, bir də ki, ikinci şəxsdə olan feil varsa əgər orada, ikinci şəxsdə olan feillər şəkilsiz olur. Oxu, yaz, danış, kim eləsin bunları? Sən. Onlara diqqətli olmaq lazımdır. Niyə diqqətli olmaq lazımdır? Lar, lər olanda ola bilər ki, o qeyri-müəyyən şəxsli cümlə olsun. Ola bilər, yox, elə birbaşa olmur. Yəni, lar, lər varsa əgər, daha orada müəyyən şəxsli cümlə axtarmaq lazımdır. Mübtədanı qoya bilirəm özümdən, onlar, o sayılmaz. Amma san, səndə diqqətli olmaq lazımdır ikinci şəxsdə. Deməli, məsələn, deyir ki, bizə gəliblər. Bax, cümlədir. Gəliblər xəbər. Hara gəliblər? Bizə yer zərflik. Düzdür. Kim gəlib bizə? Onlar. Özündən qoyub, lara baxıb, o deyə bilirsən ki, onlar gəliblər də bizə. Ancaq bu sayılmır. Bu müəyyən şəxsli sayılmır. Deməli, bu müəyyən şəxsli, onları artırmaq düzgün deyil, yəni. Heç vaxt olmaz. Bu, onlar məsələsini bildik. Amma məsələn, deyir ki, mən yox. Elə bir ki, sinifə gedirəm. Kim gedir sinifə? Mən. Hə, bu sayılır. Bir dənə onlardan ehtiyatlı olmaq lazımdır ki, onları qoymaq orada sayılmır, yəni müəyyən şəxsli. Bir də ki, san, sən ola bilər, olmaya da bilər. İndi nə vaxt olur? Mən onu qoy yazım bura. Deməli, san, sənlə olan cümlələr, məsələn, belə olur ki, bizə fikir hamıya aiddirsə, müəyyən şəxsli deyil. Konkret bir adamdan söhbət gedirsə, onda aiddir. Yəni, özündən qoysaq sayılır onda. Məsələn, iki dənə cümlə yazıram mən bura. Bu birinci cümlə olsun. Deyir ki, dünən bizə gəlmişdin. Bu birinci cümlə.
İkinci cümləmdə olsun ki, məsələn deyir ki, bu yerlərdə məsələn vəhşi heyvanlara rast gəlirsən. Vəhşi heyvanlara rast gəlirsən. Mən 2 dənə sansenlə olan cümlə yazmışam. Bu bayaq demişdim, diqqətli olmaq lazımdır. Baxıram bura, gəlmişdin, düzü xəbərdir. Yəni bu feildir də, yəni bu ikinci şəxs olan feildir demişdim, mən orada yazmışdım. Bu feildir. Neçinci şəxs tələb eləyir bu? Kim gəlib? Sən. Deməli bu feil mübtəda olaraq özünə sən təyin istəyir. Deməli mübtədasını istəyir. Fikir hamıya aiddir, bir adama aiddir. Yəni bir adamla danışırsan, yoxsa bütün insanlara aid olamaz. Bir adama aiddir. Onda bu cümlə müəyyən şəxsindir. Müəyyən şəxsin cümlədir. Bir də deyirsən ki, bu yerlərə vəhşi heyvanlara rast gəlirsən. Xəbər hansıdır? Rast gəlirsən, düzdür. Burada sansəni görürsən. Kim rast gəlir? Sansən var. Kim rast gəlir? Deməli, bu da özünə nə istəyir? Sən istəyir, mübtəda olaraq. Təkcə bir adam rast gəlir, yoxsa bütün insanlar rast gəlir. Bütün insanlar bu sayılmır. Buna deyirlər ümumi şəxsli cümlə. Buna ümumi şəxsli cümlə deyirlər. Ümumi şəxsli. Yəni, diqqət elədinmi bu məsələ? Heç vaxt səhv çıxa bilməz o. Lar olanda, ümumiyyətlə, yəni, heç daha artıra bildiyin, bilmədiyin baxmayacaqsan. O sayılmır müəyyən şəxsli. Larlar. Bir dənə sansən olanda, bir də feillərdə biraz şəkil sansən olmaya da bilərdi. Feildir. Məsələn, görürsən sansən yoxdur. Harada da o feildir burada. Görürsən sansən yoxdur burada. Feildə sansən olmur. İkinci şəxsdə yəni o tək işlənir. Gəlmişdin. Və yaxud da ki, məsələn, oxu, yaz. Yəni sansənsiz olur feillər. Amma baxanda bilirsən, sən tələb eləyir o. Bunlarda diqqətli olmaq lazımdır. Sən mübtədasını tələb eləyən xəbərlərdə diqqətli olmaq lazımdır ki, hamıya aidsə fikir, yox, o sayılmır. Müəyyən şəxsi sayılmır. Çünki ümumi şəxsli cümlə də var bizim öyrənəcəklərimiz içərisində. Bir adama aidsə, o deməli fikir, o cümlədə olan fikir. O sayılır müəyyən şəxsli cümlə. Mən burada yazmışam, dünən bizə gəlmişdin, müəyyən şəxsli yazmışam bura. Çünki bir adamdan söhbət gedir, mən birinə deyirəm o sözü. Amma bilir ki, bu yerlərdə vəhşi heyvanlara rast gəlirsən, yenə də sən rast gəlirsən, Bəlxanda. Amma təkcə sən rast gəlmirsən ki, kim geçsə rast gələ bilir. Ümumi şəxsli cümlə oldu. Bunlara diqqət elədiniz, yox, səhvsiz, yəni bu müəyyən şəxsli cümlədən səhv eləməyəcəyik biz. Ondan sonra keçirik ikincisinə. Müəyyən şəxsli yazdıq. İndi yazdıq qeyri-müəyyən şəxsli cümlə. Deməli, ikinci cümləmiz olsun. Deməli, qeyri-müəyyən şəxsli cümlə. Qeyri-müəyyən qeyri-müəyyən şəxsli cümlənin qaydasını yazıram. Xəbər, deməli, üçüncü şəxsin cəmində olur. Birinci bir qayda yazacaq. Yəni, üçüncü şəxsin cəmində deyəndə lar, bayaq dediyim məsələ. 2 variant. Oxuyurlar, yazırlar, danışırlar, belə. Sonra, bir digər qayda. Yazıram bura ki, mübtəda olmamalıdır. Bunu birinci yazmalıydım. Əslində cümlədə mübtəda olmamalıdır. Mübtəda bir dənə müəyyən şəxsli olur. Mən bundan sonra keçəcəm müəyyən şəxsli yazacağım burada. Yenə də yazacağım ki, mübtəda olmamalıdır. Şəxsiz yazacağım, yenə də yazacağım mübtəda olmamalıdır. Bir dənə müəyyən şəxslidə mübtəda olur. Cümlədə mübtəda varsa da o müəyyən şəxsli cümlədir. Lar var orada, yoxsa yox. Məsələn, deyir ki, onlar bizə gəliblər. Baxırsan, lar var xəbərdə. Amma müəyyən şəxsi sayılır. Niyə? Çünki onlar var orada. Başa düşdüm, məsələ buydu. İndi burada da mübtəda olmasın, xəbərdə larlar olsun. Bir şeyə diqqət edəcəyik burada. Ki, səhv eləməmək üçün. Baxaq.
Bu ümumi şəxsli cümlə problem yaradır. Deməli, xəbərdə lar iki variant şəkilçisi olanda diqqətli olmaq lazımdır ki cümlədə olan fikir hamıya aid olmasın. Əgər hamıya aid olsa, getdi ümumi şəxsin yanına. Bax, indi mən yazacağım cümlə. Bax, bu diqqət edəcəyimiz məsələ. Bu diqqət elədikmi, bu yazdıq mı? Yox, səhv çıxa bilməz. Bir də belə bir şey var ki, bu cümlələr ki, mən yazmıram onu. İndi siz belə yazaram qaliba. Modal sözlər artırma olur. Bu cümlələrin əvvəlinə sanki, elə bil, güya, yəni modal söz artıra bilirsən. Görəsən, məsələn, deyir ki, bizi tanıyırlar. Nədən görəsən o qabağına, görəsən bizi tanıyırlar. Sanki bizi tanıyırlar. Yəni, istifadə edə bilərsən. Ola da bilər hazır o cümlədə. Özün də istifadə edə bilərsən modal sözlərdən. Bura yazam elə-belə qayda kimi ki, bir balaca qayda kimi yazacağım ki, modal sözlərdən istifadə oluna bilər. Testdə çıxarıq qabağımıza. Yəni, modal sözlərdən istifadə oluna bilər. İndi mən buna aid yazacağım. Hansı larlara aid yazmışam da keçim o birisi səhifədə yazım. Bax, 2 dənə cümlə yazacağım yenə də. Deyirəm ki, məsələn, saat 3-də qapımızı döydülər. Bu bir. İkinci cümləndə yazıram bura ki, məsələn, yazıram ki, cücəni payızda sayar. Bax, diqqətli burada baxandır. Fikrə diqqət, mənaya baxmalı. Baxırsan ki, döyüblər qapımızı. Kim döyüb? Onlar. Düzdür? Üçüncü şəxslərdə bu. Amma fikir hamıya aid deyil. Bir qrup adama və ya bir adama aiddir. Yəni, ya bir adam döyüb qapımızı, ya bir qrup adam. Yəni, 5-6 adam, 10 adam gəlib qapımızı döyüblər. Yəni, buna sayılır qeyri-müəyyən şəxsli cümlə. O birisi ümumi. Buraya yazaq qeyri-müəyyən. Müəyyən şəxsli. Burada da deməli, sayarlar xəbər, düzü. Kim sayar? Belə baxalım, kim sayar? Yenə də onlar sayar. Ancaq bu sayılmayacaq. Buna deyəcəklər, fikir hamıya aid olduğu üçün necə? Ümumi şəxsli cümlə. Ümumi şəxsli. İndi baxaq. Bu atalar məsələdir, belə baxanda düzdür. İndi baxaq, bu modal sözlərdən hansında istifadə edirəm? Saat 3-də qapımızı döydülər. Elə bil saat 3-də qapımızı döydülər. Deyərsən saat 3-də, indi bura baxım. Elə bil cücəni payızda sayarlar. Deyərsən cücəni payızda sayarlar. Atalar sözünü deyərsən qoysam şübhə edirəm atalar sözünə. Çünki olmaz, yəni də düzgün deyil o. Yəni elə bil modal sözləri harada istifadə edə bilərəm. Yəni, modal sözünü əslində tapmaq düzgün məsələ deyil, elə belə qayda kimi deyirəm də. Tapmaq məsələsi bundadır ki, diqqətli olacaqsan. Fikir mübtəda olmayacaq birinci növbədə cümlədə. Fikir hamıya aidsə ümumi şəxsli cümlədir. Fikir bir adam və ya bir qrup adama aidsə qeyri-müəyyən şəxsli cümlədir. Bu qədər sadə yəni bu. İndi keçək o birisi cümlə. Ümumi şəxsli cümlə. Deməli, bu üçüncü olur da. Ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə elə adında görünür ümumi, yəni hamıya aiddir. İndi birinci növbədə bayaq yazdığım kimi yazıram ki, cümlədə mübtəda olmamalıdır.
olmamalıdır cümlədə mübtəda. İkinci qayda kimi yazıram ki, xəbər, indi xəbərli olan şəkilçilər haqqında yazıram. Xəbər ikinci şəxsin təkində, ikinci deməli şəxsin təkində bu adlarda sansən olur bu şəkilçi. Sansən. Feillərdə isə sansən olmaya da bilər, n kimi də qala bilər. İndi bir dənə vergül burada. Üçüncü şəxsin cəmində olmalıdır. Üçüncü şəxsin cəmində olmalıdır. İkisindən birində yəni olmalıdır. Üçüncü şəxsin cəmi hansıdır? Deməli, cəmi. Burada üstündə yazdım ki, lar iki variant. Bayaqdan danışdığımız lar iki variant. Bu da elə bayaq dediyimiz məsələn sans 2, san 2 variant. Hə. İndi burada diqqət eləyəcəyimiz məsələləri yazmışam bundan qabaq ki, nəyə baxacağıq. Ümumi şəxsli cümlələrdə bütün atalar sözü ümumi şəxsli cümlə sayılmaz. Çünki bütün elə atalar sözü var ki, orada mübtəda var. İgid ölər, adı qalar. Bax, kim ölər? İgid, yəni mübtəda var, müəyyən şəxsli cümlə yanına getdi. Amma bütün ümumi şəxsli cümlələri atalar sözü ya məsəl saymaq olar. Nə qədər ki, ümumi şəxsli cümlə var, hamısını ya atalar sözü ya məsəl saymaq olar. Amma atalar sözünün hamısını bunları götürmək olmaz. Belə bir fikirlə qarşılaşmaq olar testlərdə. Yəni, haradasa qarşılaşmaq olar. Sonra, ümumi şəxsli cümlələr baxaq indi bir dənə ikinci şəxsin təkinə aid olan yazım. Məsələn, deyir ki, bax bu bir. Bu hadi səni görəndə deməli, havalanırsan. Havalanırsan xəbər. Düzdür? Kim havalanır? Sən. Deməli, bu pis hadisədir ki, adam havalanır da, başında nəsə baş xarab olur adamın. Deməli, təkcə sən yox. Hamıya aid ola bilən bir cümlədir. Belə bir adıma da aid edə bilərsən əslində. Yəni. Amma ümumiyə də aid edə bilirsən. Ümumiyə də aid edə bilirsənsə, ümumi şəxsi cümlədir. Amma sən də yoxdur orada. Bu sansənlə olan. Deyir ki, sonra ikincisini larlərlə olan yazaq. Deyir ki, məsələn, su içən heyvanı vurmazlar. Vurmazlar nədir? Xəbər. Kim vurmaz? Onlar hamıya aid olan məsələdir. Su içən heyvanı vurmazlar. Deməli, bunları yekunlaşdırdım. İndi keçək şəxsiz cümlə haqqında yazaq. Şəxsiz cümlə. Axırıncısıdır bu. Deməli, belə şəxsiz. Şəxsiz cümlələr. Şəxsiz cümlələr ilk qaydası oldu ki, mübtəda olmamalıdır. Mübtəda olmamalıdır. Olmalıdır. Virgül. Nə də özümüzdən mübtəda artıra bilməməliyik. Bayaqdan deyirdik ki, şeydir, nədə adı? Bu onlar zad qoyurduq da, belə qeyri-müəyyəndə. Ümumi şəxsdə sansən qoyurduq arada. Yəni, yox idi, amma belə fikirləşmək olur. Onlar sayılırdı, məsələn, müəyyən şəxsli, ümumi şəxsli, qeyri-müəyyən şəxsli. Amma bunlardan nə mübtəda var, nə də ki, fikirləşmək də olmur heç. Heç təsəvvür elə bilmirsən. İndi necə olur? Onların xəbəri necə olacaq? Xəbər haqqında yazıram. Əsas xəbərin ifadə vasitəsidir. Xəbər üçüncü şəxsin
təkində, yəni larlərsiz təkində. Sonra üçüncü şəxsin təkində, ikinci şəxsin təkində olmur. Bir də üçüncü şəxsin təkində olur. Bir də ki, nədə olacaq? Yox, bunu yazdım, sonra ardını yazacağım. Üçüncü şəxsin şəxs baxımından yazdım, bəs deyəli bu. İndi keçirəm nə olacaq xəbər bəs. Şəxsin təkində. Nöqtə bura. Keçirik. Deməli, xəbər yox. Bu cümlələr yazacağım. Bu cümlələr şəxssiz növdə olan feillər, şəxssiz növdə olan feillər bu bir. 2. Frazoloji birləşmələr virgül. Üçüncü isə söz birləşmələri nə olur? Deməli, söz, üçünə də aydın nümunə yazacağım. Söz birləşmələri ilə ifadə olunur. İfadə olur. Bax, buna ifadə vasitələr bizə çox vacibdir. Birinci şəxsiz növdə olan feillər. ınla olan feillər var idi. O şəxsiz növdə deyirdik. Təsir, məsələn, baxıldı, yazıldı, əməl olundu. Məsələn, belə kimi feillər idi də bunlar. Sonra frazoloji birləşmələr var ki, onlar da heç bir mübtəda fikirləşmək olmaz. Hərəsinə aid nümunə yazacağım. Keçək o birisi səhifəyə. Yadda saxlayan nələrdir? Birinci şəxsiz cümlə olmalı, şəxsiz növdə olan feil. İkinci frazoloji birləşmə, söz birləşmələr. İndi bir. Deməli, biri aid yazım. Şəxsiz növdə olan feil. Deməli, bütün qaydalara əməl edildi. Riayət olundu da ola bilərdi. Bax, belə də ola bilərdi. İcra olundu da ola bilərdi. Belə şeylər olurdu xəbər. İndi xəbərimiz aslı əməl edildi. İl var burada. Şəxsi növün. Deməli, əməl edildi görürəm və baxın mübtəda fikirləşməyəcəm. Nə əməl edildi? Düz gələn yoxdur. Bu qaydalara tamamlıqdır. Düzdür nəyə? Bu hansı qaydalara bu bütün təyindir. İndi mən deyirəm, nə əməl edildi? Bilmirəm nə əməl edilibsə. Hara əməl edildi? O da alınmır. Bəs kim əməl edildi? O da alınmır. Onda necə cümlədir bu? Şəxsiz cümlədir. Mübtədası yoxdur. Təsəvvür də etmək olmur. Bu şəxsiz növdə var. İndi ikincisini aid nümunə yazıram. İkincisi nə yazmışdıq? Frazoloji birləşmələr. Düzdür? İndi yazıram. Bu məsələn adamdan gözüm su içmir. Xəbər aslı gözüm su içmir frazoloji. Düzdür? İndi baxalım. Kimdən gözüm su içmir? Adamdan. Düzdür? Bu da oldu. Nə? Tamamlıq. Kimdən sual verir? Hansı adamdan? Bu da təyinimiz. Düzdürmü? İndi baxaq. Kim gözüm su içmir? Mümkün deyil. Tapasan neysə bura. Hara gözüm su içmir? O da alınmır. Nə gözüm su içmir? O da alınmır. Deməli, bu da şəxssiz cümlənin bir versiyası. Belə deyir ki, dünən qanım qaraldı. Xəbər hansı olacaq? Qanım qaraldı. Mümkün deyil mübtəda tapasan ona. O da şəxssiz cümlə sayılır. İndi üçüncü nə idi? Üçüncü söz birləşmələri nə ola bilərdi? Deyirəm ki, sentyabrın son günləri. Bax, sentyabrın günləri. Aslı, əsas. Üçüncü növü görürsən. Necə olur? Hamısı nə olacaq? Xəbər. Sentyabrın son günləri idi.
İndi verək kim sentyabrın son günləri idi, nə sentyabrın son günləri idi, nə sentyabrın sonu heç nə təsəvvürlü olmur. Hara sentyabrın bu da alınmır. Deməli bu necə cümlədir? Şəxssiz cümlənin bir versiyasıdır. Biz bunların üçünə də aid, dördünə də aid nümunələrə baxdıq, cümlələrə baxdıq. Məsələn, o nə ola bilər? İsmi xəbərli ola bilər, feili xəbərli ola bilər bu cümlə. Məsələn, mən buraya yazmışam, bax bu ismi xəbərli şəxssiz cümlə. Feili xəbərli şəxssiz cümlə, feili xəbərli şəxssiz cümlə. Feilin şəkillərində olanda feili xəbərli deyirlər ona. Sonra deyə bilər ki, məsələn, şəxssiz cümlə müxtəsər olmalıdır. Müxtəsər ola bilərmi? Müxtəsər nədir? İkinci dərəcəli üzv olmasın. Haradadır? Müxtəsər. İkinci dərəcəli üzv yoxdur, yalnız mübtəda var. Bəs geniş ola bilərmi? Ən çox elə geniş olurlar. İkinci dərəcəli üzvləri görürəm. Bəs müəyyən şəxssiz cümlə müxtəsər ola bilərmi? Baxın, yəni ikinci dərəcəli olmasın. Müəyyən şəxs. Mən gedirəm. Yoxdur ki, ikinci dərəcə. Bəs geniş də ola bilərmi? İkinci dərəcə açım həmin cümləyə. Mən bugün gedirəm. Bugün zaman zərfini artırdım, elədim geniş. Bəs qeyri-müəyyən şəxsli cümlələrə baxın görüm, müxtəsər ola bilirmi? Məsələn, deyir ki, larlər nə olurdu? Olan xəbəri düzdür. Özümüzdən onları artırırdıq. Bir qrup şəxs eləyirdi işi bir yıl. Deyirəm ki, bir dənə xəbər deyəcəksən onda. Mübtəda onsuz da olmur bunlarda, düzdür. Bir dənə xəbərli cümlə deyəcəksən. Bir sözlü cümlə. Larlərli olsun ancaq. Yazırlar. Yox, yazırlar. Dedin, yandım, nöqtəsini qoydun. Kimi yazırlar? Onlar yazırlar. Yox, oldu qeyri-müəyyən şəxsli cümlələr müxtəsər. İndi geniş eləməyə çalışaq olar. Nə olmuş? Çox olur geniş olanlar. Məsələn, deyir ki, tapşırığı yazırlar. Düzdür. Oldu tamamlıq xəbər. O da oldu. Sonra testləri düşürüblər. Ondan sonra nə gəlirdi? Ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlə müxtəsər ola bilərmi? Bir fikirləşək görə hamıya aid olmalıdır. Larlər olmalıdır xəbərdə, ya da sansən, ikinci şəxsin təkində. Deyirəm ki, larda, məsələn, böyüyə cavab qaytarmazlar. Mən mütləq burada, əgər mən ümumi şəxsli deyirəmsə, müxtəsər eləyə bilmərəm, bir sözlü eləyə bilmərəm heç yoxdan. Bir sözlü nə deməkdir? Xəbər. Bəğlədimi qeyri-müəyyəni. Bunu eləyə bilmərəm artıq. Məsələn, oxumazlar. Bu nə? Aydan bilim ümumi şəxslidir bu. Bəlkə bir adamdan söhbət edirəm mən oxumalı. 3-5 nəfər adamdan söhbət edirəm bəlkə mən. Yəni, bunlarda müxtəsər olma vəziyyəti yoxdur. Ümumi şəxsli cümlələrdə. Bəs geniş olma vəziyyəti varmı? Elə hamısı geniş olurdu. İkinci dərəcəli üzv olmalıdır orada.